Etmeye için o da rahat olasın. Kompleksiz olasan onu paylaşmak. Onun redaktesi falan. Her kompleks olan insan onu keser, bunu keser falan. Onun redaktesi götürür 2-3 saat. Ona göre de vaxt çatdırabilmək. Orxan, okeydir. Təkrar bir də qayıtdı ki, şeydir. Başqa səslər seçir. Axırda dedim, ada bu iş belə olunur. Müəllim, səsinizi açarsınız, zəhmət olmasın. Açın mı, açdım səsini. Təşəkkür edirəm. Ekranı da share eləyərsiniz, zəhmət olmasın. Dayan, ben hələ başlamamışam. Səbirləşməyin. İşıqları söndürəcəm, pərdələri də bağlayarıq, hə. Həcə gəl, mənə kömək elə də. Gəldim. 575, 630. Sonunda rekord için boş. Yoksa gelmeyenler var. Ya, həmişə rekord edirik də. Ha, rekord. Pərdələri də bağlayaq. Yəni, o oksidativ stresi gör nə qədərdirsə, içəri girəndə o yadından çıxmışdı. Çünki naqruskadadır. Ki, iş olaraq naqruskadadır, şəxsiyyətlə bağlı naqruskadadır, düşüncə olaraq naqruskadadır. Demirəm, şəxsi həyatında hər şey alt-üstü, o mənada yox. Yəni, ümumi fikirlərin, düşüncələrin. Fərzində tanısınız, fərzə tanısınız. Yaxşı ki, sən mentor elədilər. Hə? Xanım ürəkdə, amma məncə sən ondan daha yaxşısın. O elə olmuş. O elə olmuş. Elə söhbət olmuş. Hə, 100% istifadə olur. Hə, yoldaşlar, bunun nə olduğunu bilirsiniz? Nədir bu meta? Ben buradan derlerim birlikte sevmemiz. Bəli. Yoldaşlar, biz indi keçirik nəyə? Biznes menecerə. Biznes menecer haqqında məlumat olan var. Rəşdə işləyirsən, sən bilərsən. Biznes meneceri göstərəcəm sırf admin falan tərəfini, tez keçəcəyik reklam tərəfini. Vay, atoma. Sənə dedim kartımı göndərirəm də. Kimə Murada, kimi kimlə şikayət edirsən? Saniye yoldaşlar. Mənə inşallah imkan versələr. İnanlarına o yeyilir. Yəni tək quru səslə heç vaxt yeyilmir. Hə də, mən də onu deyirəm. Elə ancaq eyni şey deyil. Elə bilirlər ki, elə belə də olmalıdır. Sən 30 dənə səsləndirib verməlisən. Elə söhbət yoxdur. Xoca məndə də qapı atdı. Dedim, o iş elə olmur. Adam bundan önce ikinci nəfərdə pul verir cəmaata. İşte kim o şeylərə baxıb, rekordlara baxıb? Rəşdə, sən harada işləyirsən? Hə, packingdəsən, packaging. Orada niş segment var, qeyfliyimiz. Orada dijitalda məhsul satmaq çox çətindir. Hə. Siz paketlər, Hə, lazımsa götür də. Gəncəyə buradan, Gəncədə topdan ver də. Amma uşaqlardan fərqlisiz Kəmalil. Gəncə, bir qapı, restoran düşürlər, bir satılır. Qardaş, sən Gəncənin başını bıraxır. Normal, gəl bura Bakıya normal iş satdırırsın. Bakışdan gələn deyil, eləməsiz. Hə. Həyat başladı ama. Sakitləşib oralar. Sakit et, toka. Biraz maşını çox qoyulur. Maşına görə yox, şeyə görə deyirəm. Əvvəlki məsələlərə görə.
İndi icra kimdir orada? Elə icra hakimiyyəti sakitliyi alır, mənə də yadlandırır. Sakitliyə. Aha. Heç nəyə baxmır, ona görə elə. Hə, tamam da şeydir. Aha. Aha. Hə. Kəndi çatdırma elə bilər. Yoldaşlar, deməli belə. Hə. Mən ən sevdiyim bir şeydir lan hayatımda. Deməli. Okay. Let's gonna do it. Fox here. Okay, yoldaşlar. Biz ne keçmişik? Var səhifələr. Səhifələr düzdür. Var Meta Business Suite. Var bir de Business Manager. Bunların arasında fərq yedir. Bunlar hamısı zaten bir yerde. Bir metanın məhsulu. Yəni burada nədir? Səhifələr bölməsində biz create edirik. Eminim sual olsa ver. Olsa uzunda danışmırsan, elə bilən varsan, yoksan şey değil. Mesela Instagram Ha? Instagram Bütün səhifələri Instagram, Facebook, nə varsa hər yaradırsan. Bu səhifələrin ümumi yaradılma hissəsi. Yəni bunu keçmişsən. İnşallah ki keçmişsiniz. Səhifə yaratmışsınız. Səhifə yaratmıyorsunuz. yaratmamışım ama Ama create page bizim de ilk derslerden değil. İlk ders bende değil. müəllim yok ama ihtiyaç var. Son ihtiyaç var dedim təsirli gördüm. Aslında ben soruşacağım hamı yaradır. İnşallah. Aynen hesap, hesap ne olsun? Yok bilmem sayfa açmışım ben. Hesabı profil yaratmak değil, sayfa başlamış. Ha, profil mevzuna sayfa yaradım. Ay sağ ol. Facebook'ta yani onu Bir bilirsən, adını qoyursan, kategoriyasını qoyursan, əlavə Məncə adresi qoyursan, ünvanı qoyursan. bunu siz Yazın profiline qarışdırıb. Ya, evet, çünki normalda keçirmeniz verir. Yok sormuştu ben. Hə, deməli, klik elədik, yaratdıq hər şey, bütün məlumatları atdıq bura. Special business profili yarandı, bura qoyulman kəndini. Nerede bu stratejisi? Şey görəndə, şey görəndə ancaq şahit edilmə gəlmez. Hə, var Meta Business Suite yoldaşlar. Əsas mexanizmi nədir? Sayar. Reklamları Yazdım. Reklam koyabilirsen. Sonra. Business Suite'den ama hatırlıkları yaklaşık tezene göre onun içerisinde neler var? Mesajları cevaplayabiliriz. ben de ümumi tarif. Mesaj. Mesaj türü olduğundan bile şu. Content. Ha. Content Content. Content plus share yazılan. Sonra ben bunu özellikle ben çok becerdim. Pastaya yapıyorum. İnsan yazmam. Problem das kadar çok var şimdi. Aynen. Ki sayfalarda create yazdım. Onu tahmin ederim. Zarar. Bir sen yok. Evet yapmam bugün de oldu. Sonra yazdım. Sebeler bağlamak buradan da Servis. yoksa Ha, buradan bağlıyorum. Ha, buradan da var. Sayfadan da bağlayabilirsen, buradan da bağlayabilirsin. Başka varsa Buradan da bağlayabilirsen, buradan da bağlayabilirsen. Hamısından bağlamalısan ki Meta Business Suite'e düştü. Bağlar olur. İntegrasyon yazdım. kulağım yok da integrasiya deyəndə Bakacağım size yoldaşlar, buna fikir verin. Ben Prostaska'da yazdım ki pratik bir şey olur. integrasiya dediyiniz. İntegrasyon, mesela için Instagram, Facebook bağlamak. Ha, Sonra WhatsApp'ı bağlamak. birbirimize sonra üç tane profil birbirine bağlı. Evet. Sonra başka. Başka. Ne var? Hazır mesajlar. planlama. Çarpalım. Yani yardım. Kim business manager hakkında diyebilir? En vacibi nedir? Reklam faizlerine müşahede İş. Yazdım.
Ads Manager oğlum. Sonra Oradan hissedici duyuyor. Resim şirketlerine buradan bakardı. her keçək də sonra. Bakıyor. Benim Aynen. daha da Sıraya alırız. Demek marker var, ne diyor bize el lazım. Baxın görün nə başa düşürsünüz. Ne bileyim ben aslında. Yox. Auditoriyada. Yaxşı, gördün onu halalsa. Settings lazımdır əsas məsələ. Kimler neydi o artık bakmak için. Ne doğru. bir de şey var diye. Sen aktiviteler var ya. Yani kimler farklı? Tabii. Aha. Hə, sonra İtibarıyla icazə üçüncü şəxs olaraqdan okullarda, yəni özel idarə eləmək üçün də yes, ən vacib. Ən vacib. Ben bu her şey kurtarıyorum. mən əslində bilirəm burada, sadəcə Administration. Ən vacib. Yoldaşlar, səhifəni yaratdınız. Meta Business Suite hazır. Bütün hamısını bir-birinə bağladınız. Ən vacib məsələ Business Manageriniz olmasa sizin səhifəniz kimsə tərəfindən ələ keçirilsin, geri qaytara bilməyəcəksiniz. Sübut edə bilməyəcəksiniz ki, bu səhifə mənə aid. Bunu sübut eləmək üçün mütləq Business Manager olmalıdır. Adətən səhifə yaradanda, biz yeni səhifə yaradanda, onun avtomatik görürsünüz ki, bəzən Business Manager özü yaranmış olur. Yox, əgər yaranmırsa, yeni Business Manager necə yaradılır? Məndə məsəl üçün limitdəyim, amma göstərim. Meta Business Suite-də burada gördüyünüz xətt işarəsi var. Okey. Ən alt hissədə görürsünüz ki, Create a Business Portfolio var. Okey. Bura klik elədiyimiz zaman məsəl üçün, öz Business Manager hesabımı yaratmaq üçün yazıram. Məsəl üçün, yazıram. Nijat Space, məsələn. Belə yazım ki, bəlkə ona ilişər. First name Nijat yazıram Hacızadə. Business emailimi yazdım. Məsələn, gmail.com. O heç bir aidiyyatı yoxdur. Heç bir aidiyyatı yoxdur. Hansı mail istəsəniz qoya bilərsiniz. Create elədiyim zaman yaranacaq. Yox. Məndə reach maksimum limitdədir. Create elədiyim zaman avtomatik yoldaşlar, məsəl üçün mən bir dənə boş bir dənə, məsəl üçün. Belə bir dənə mənə Business Manager hesabı yaranmış olur. Nəfəsin möhtəşəm bu nədir? My style. Belə bir dənə Business Portfolio yaranır. Business Manager yaranır. Nəysə, yaranmış. Burada, Hacan, bəli, silə bilirsiniz. Silmək olur, o problem deyil. Burada Business Info məlumatları var. Alt hissədən buradan delete eləməyə yer var. Göstərərəm onlardır. Birinci növbədə yoldaşlar, bizə Business Manager deyir, silmək olarmı? Silməsəz daha yaxşıdır. Niyə? Çünki bir müddət sonra başqa səhifələrdə işləyəndə əlavə edə bilərsiniz. Bu arada bir Business Managerin içərisində istədiyimiz qədər səhifə əlavə edə bilərik. İstədiyimiz qədər səhifə yerləşdirə bilərik. Instagram, Facebook, WhatsApp account heç bir problem yoxdur, göstərəcəm. Bu hissədə görürsünüz yoldaşlar, people bölməsi var. Yəni administrativ tərəfi var. Siz bütövlükdə idarə eləmək istədiyiniz və yaxud da adminlik vermək istədiyiniz şəxsi rahat buradan əlavə edə bilirsiniz. Business Managerin əsas məqsədi nədən ibarətdir? Administrativ tərəfi idarə edəsiniz. Bunlar nədir? 1. Şəxsləri admin kimi əlavə edə bilirsiniz. 2. Partnyorlar əlavə edə bilirsiniz. 3. Səhifələr əlavə edə bilirsiniz. 4. Reklam akkauntu yarada bilirsiniz. 5. Instagram, WhatsApp akkauntları əlavə edə bilirsiniz. Okey. Yəni, biz reklamın əsas hissəsi buradan gedəcəkdir. Biz Ads Manager bu arada Business Managerin içərisindədir. Buradan gedəcəkdir. Biz Business Manageri tam qurmalıyıq. Business Managersiz reklam verə bilərikmi bəs? Rəşidə, sən demə. Demə.
bilirəm birisi, ona görə deyirəm demə. Ancaq ha, Niyə? göstərmişsiniz. Niyə? Amma Dedi, dönəndə əsaslandır fikri, düz deyirsən. Prosta deginə. yəni, niyə biznes? Biznes menecer olmadan reklam vermək olarmı? Keçəcəm indi reklam tərəfdə. Reklamda 3 istiqamət var yoldaşlar. 1. Instagramın özüdür. 2. Meta Business Suite-dən də reklam verə bilirsiniz. 3. Ən vacibi Ads Manager-dir. Yaxşı, bunların fərqləri nələrdir? Deyəcəm onları. İndi qoy yayınmayaq. Biz şəxsi admin olaraq əlavə eləmək istəyirik və yaxud da mən işə Content Manager götürürəm. Content Manager götürmək üçün buna full kontrol verməyə ehtiyac yoxdur. Tutaq ki, gəldim. Yazıram bura. Gmail.com. Gmail bu şərt deyil ha, Facebook'a bağlı mail olsun. Heç bir önəmi yoxdur. Okey. Bir var görürsünüz, temporary access var. Yəni hansısa tarixə qədər buna access verim. Səhifədə müəyyən işlər görürsünüz. Ya da heç buna ehtiyac yoxdur. Next eləyirik. Okey. Mən deyirəm ki, buna məsəl üçün full kontrol vermirəm. Okey. Give access. Finans tərəfini görməyinə ehtiyac yoxdur. Bunu mən özüm müəyyən edəcəm. Məsəl üçün gəldim, nə bilim indi bu kimin səhifəsi bilmirəm düşüb. My Style Eventdir məsəl üçün. My Style Eventə Instagram səhifəsinə. Mən şəxsə full access vermək istəmirəm. Admin kimi sadəcə kontentləri idarə eləsin, mesajlara cavab yazsın. Okey? Bəli. Bəli, bu adamın işi kontentdir yoldaşlar. Bu adamın nəyinə lazımdır girib mənim məsəl üçün reklamlarıma baxsın. Heç view-ya belə yəni icazə vermirəm ki, məsəl üçün girib baxsın. Ya da deyirəm ki, bu adam məndə bütün hər işi görəcək. Buna full kontrolu yalnız səhifəyə verirəm. Baxın, give access-də burada full kontrol vermirəm. Business Manager-də, bəli, Business Manager-də full kontrol vermək Emiliya. O deməkdir ki, sabah birisi gün bu adam bütün səhifəni Business Manager-ə götürüb aradan çıxa bilər. Qaytara bilərsiniz, uzun dərə söhbətdir. Meta ilə danışacaqsınız. Meta heç belə 10 mində bir ehtimalla heç vecinə belə deyilsiniz. O qədər problemləri var. Ona görə də assign bölməsində full kontrol yerinə səhifəyə full kontrol verirsiniz, heç nə eləyə bilməz. Sadəcə biz səhifə üzərində reklam verə biləcək, mesajları cavablayacaq, statistikanı görəcək, filan bu tərzi. Okey. Full kontrol verdik. Next-ə keçdik. Bəli. Aysa bu indi mən access-ləri göstərəcəm, bağlanma, Instagramla Facebook'un bağlama mənasını. Bu bir bağımsız profilidir. Səhifə 60'a 2 dənə reklam hesabı var. Birində də sıfır göstərir reklamı, birində də ümumiyyətlə göstərmir. Elə bir reklamlara girdiğimiz olur. Onda yəqin ki, o ad accountu başqasına bağlıdır. Onu bir dəfə kompüteri gətirərsən, baxarıq. Baxarıq görək ki, hara bağlı. Tap çıxartma. Okey. Mən indi invite elədiyim zaman, yoldaşlar, bu nə idi bəlirsiz e-mailə? Bu e-mailə şey gedir. İcazə gedir. İndi burada need action yazır. Gərək verify edeyim, ehtiyac yoxdur. Gedir e-mailinə. E-maildə social bölməsində, Gmaildə. Nurlan o yer oraya gedib. Şey dedi. Hə. Bunu bilsən niyə edirik? Bax, səhifəni idarə eləmək üçün Meta Business Suite-in var. Şəxslərə adminliyi hardan verəcəksən? Şirkətsən, sənə rəfiqələrin adminlik vermək istəyir. Instagramda başa düşdük ki, profili verəcək ki, girişdədir. Instagramı işlədəcəksən. Yaxşı, Facebook olan, Ads Manager-dən reklam vermək istəsən, hardan girib eləyəcəksən? Bax, bu tool həmin o şey üçündür. Reklamları idarə eləmək üçün, auditoriya yaratmaq üçün, kimlərəsə adminliyi vermək üçün. Telefonu qoy qırağa. Telefon olmaz. Vacib şeydirsə, bax, tez cavab yaz. Hə. Yaxşı, danış gəl. Gözləyirik. Allah sənə sağ Biz o praktik olaraq şeyəcəyik. İşləyirik də elə indi. Biz, Tapşırıq olaraq verəcəm. siz yəni, praktik olaraq eləməklə 100%. Hələ sən bu reklam tərəfini görsən, vəbşə dəli olasın. də Biznesdə chat hissəsi olur. O burada meta bizneslə yarışmalı, meta yarışmalı. Onu keçən dərs göstərmişdim. Avtomatlaşdırmanı deyirsən, hazır cavabları, yoxsa necə? Hə, bir müddət bu support bölməsində olur. Supportdan girsən ChatGPT-yə,
çox qısa variantını deyirəm. Metadan onu axtarıb tapmaqdansa. Deyirsən ki, mənə zəhmət olmasa metada live olaraq danışa biləcəyim chat bölməsinin linkini ver. Adam birbaşa götürür sənə supportun linkini atır. Girirsən support bölməsinə, birbaşa linki atır ha. Support bölməsinə girirsən, problemin nədir? Reklam verə bilmirsən, səhifən bloklanıb. Bunu seçirsən hər hansısa birini. Yazır ki, orada sənə chat üçün səndən 10 dəqiqə sonra kimsə qoşulacaq. Vso. Girirsən Messengerə, hazır. Oradan rahat formada cavablayırsan. Mənim burada onu göstərməyim, keçid eləməyim özümün də nə qədər axtarışım. Mən özüm belə yəni elə eləyirəm. O elə bil ki, bir life hack kimidir. Girirsən oradan onu yazsan. Həll elədiyin məsələni. Hər şey qaydasındadır. Vso. Hə, onu çox rahat formada ən qısa yolu budur. Hə, yoldaşlar, admin elədikdə düzdür, qurtardı, çıxdı, getdi. Bir də var partnyor bölməsi. Bu daha çox agentliklər istifadə edir. Bunu dərin izah eləməyəcəm. Sadəcə deyirəm nədir. Mənim biznes menecerim var, Nurlan. Şirkətim var, bir biznes meneceri var, metası var. Qarşı tərəfində bir dənə biznes menecer hesabı var. Onun səhifəsini mən özümə əlavə eləyə bilmirəm. Niyə? Çünki başqa bir biznes menecerin içərisindədir. Aydındır bura qədər. Bax, bu karandaşın bir biznes meneceri hesabı var. Bu karandaşın bir biznes meneceri hesabı var. Bu karandaşdakını buraya əlavə edə bilirəm. Bu karandaşdakını da buraya əlavə edə bilirəm. Niyə? Çünki biznes menecerin içərisində olan səhifələri başqa bir biznes menecerə əlavə eləmək olmur. Yəni, sənin biznes hesabında olan səhifələri mən öz biznes hesabıma əlavə eləyə bilmirəm. Başa düşdün? Yox. Yox, bax, düşənə qədər gedək. Rahat ol. Yəni mən o icazəni versəm, mən yönləndirə bilərəm. İcazə vermək, bax, bu partnyor bölməsidir. Ortaq olaraq birgə işlətməkdir. Sən onun biznes hesabına access istəyirsən ki, ondakı səhifələri idarə edə biləsən. Başa düşdün? Mən agentliyəm, onun biznes hesabı var. Səhifələri özümə əlavə eləyə bilmirəm. Çünki bir biznes menecerdə olan hesabı yalnız biri idarə eləyə bilər, səhifəni. Başqalarına gərək ancaq şəxs olaraq people bölməsindən adminlik verəsən. Bir limit var da. O da var, amma elə çox bir şey olası məsələ deyil. Yəni batası məsələ deyil. İstədiyin qədər hal-hazırda verə bilirsən. Yəni ona qədər rahat 10 nəfərə şəxsə qədər adminlik verə bilirsən. Keçən bizim səhvimiz təbliğ olub belə demişdik. Çox səhifə əlavə olunması təhlükəlidir. Targetolog kimdir? Bizdə imkanı. Hansı? Gəncədəndir. Hansı? Da İlkinin yoldaşı İlkanı. Hə. Hə, nə bilim mən dedim ya. O da digitalla məşğul olurdu. O da gəldi, Saxlanmış Kod Akademi də öyrəndi şey. Aha. Araya da reklam gördü. Ben Şeydir, indi misal üçün daha bilir, bizdən Samsung yaxşı bilir də öyrən kursu yapıyorsun və deyir ki, bir çox şey ora əlavə eləmək olmaz ki, bu nəysə bir problemdir. Mən birinci səfər işləyirəm. Algoritmin nəyin pozacaq? Hər səhifənin özünün ads meneceri var. Hər səhifənin özünün bağlı olduğu Instagram hesabı var. Ads menecerinin hər birinin işləmə mexanizmi fərqli deyil, eynidir. Birini eyni targeti buna da qoysan, buna da qoysan. Content fərqlidirsə, ikisində də fərqli nəticə verəcək. Belə izah edeyim. Rahat ol. Mənim kursumun Kaptol. Instagram hesabı Facebook səhifəsi, düzdür? Aha. Eyni zamanda Hüseyin Xəlilovun şəxsi səhifəsi Instagram və Facebook da bu şeydə Olsun da. birləşmə. Daha yaxşı. Və agentliklər nətər işləyir? Şirkət var, nədir? Bumerang agentliyi var, restoran işindədir. 50 dənə şirkəti bir dənə biznes menecer üzərinə idarə edir. Onun heç bir şeyi yoxdur. O məntiqi mən başa düşməyə çalışıram. Orada algoritmanın nəyin pozur ki? Biri var ki, eyni ads menecer üzərindən bütün səhifələrin reklamını verəsən, bütün aləm dəysin bir-birinə. Bir də var ki, sənin hər səhifənin özünün ayrıca bir ad accountu var, reklam accountu. Nurlan oje çöküb. Hə, yoldaşlar, bu hissəni keçdik. Partnyorlara çox takılmayın. Agentlik buranda on gələrsiz daha detallı göstərərəm. İkinci məsələ, səhifə əlavə eləmək. Biz bura hansısa bir səhifəni əlavə eləməliyik. Hə, nəsə deyən oxşuyursun. Mən çox şey yəni, gözümü döymüşəm. Yox, bu şeydir. Biznes menecerə səhifəni əlavə edirsən ki, ads menecerdən reklam verə biləsən. Bunu bu dərəcədə bəsitləşdirin. Səhifəni əlavə edirsiniz bura ki,
Hər hansı bir səhifədə adminliyiniz var. Düzdür? Özünüz yaratmısınız da. Təzə bir dənə sıfırdan səhifə yaratmısan. Onun biznes meneceri yoxdur. Ads menecerdən reklam vermək üçün, həm də təhlükəsizlik baxımından buraya əlavə etməlisən. Çox bəsitdir. Add düyməsinə gəlirsən page bölməsində. Burada sənin qabağına 3 dənəsi çıxır. Biri var mövcud səhifəni əlavə eləmək, exist olan. Biri var başqasındakı sənin səhifəvə mən buradan request göndərirəm. Digəri isə create new page, yəni yeni səhifə yaratmaqdır. Əgər yoxdursa, yeni səhifə yarada bilərəm. Yox, əgər varsa, burada yenə adı beddam olan o qədər hücum var burada. Nəysə, hər hansısa bir, nə bilim, Astrobal Cabrera deyə bir səhifədir. Next-i bastım, deyək ki, əlavə eləmək istəyirəm. Okey. Burada eyni next dediyi ilə gedirəm, add page eləyirəm. Ay, dədəylə. Yazıq da. Kodu da hamı görür. Görsünlər nə olacaq. Mənim kodumu Hələ görsün. ora gələn. Kodu... Bizim online account edilen olanda ben. Bu mail'e göndermişik kodu. Ben bütün kodumu yazdım. Rekord da olmak yani. Sadece ameliyat istemişler. Her şey o göründü. Ne olmaz. 9. Olmuşsa mən verify gəlmə. Hepsi. Mən Akşam da rekordan not sardı. Bir veriyor tatlı. hə. Deməli gördünüz bu səhifəni mən əlavə edə bilmədim. Niyə əlavə edə bilmədim? Nurlan, səncə niyə əlavə edə bilmədim? Bayaq dedim səbəbini, bir fikir. Dayan da, sənin adın Nurlan adı. Niyə əlavə edə bilmədim? Birden artık olmadı. Yox. Səhifədə mənim adminliyim olmadığına görə mənə aid səhifə deyil. Çox bəsit. Mən yaratdığım səhifə deyil. Və yaxud da admin olduğum səhifə deyil. Və yaxud da bu səhifə sənin biznes və yaxud da Emilia'nın biznesmeni, başqa biznes meneceri hesabındadır. Okey. Kimdir o? Betül kimdir? Mən WhatsApp-ım. Burada rekorda çıkmaz. Mənim nifrət. Sınamadı böyle bir şey. Başkasının WhatsApp Betül kimdir? Məndə Betülün nə işi var? Məndə maksimum türk adı nə ola bilər? Qoy görüm. Yoxdur o da. O da yoxdur. Hə, yox. Əlavə eləyəndə heç nə olmaz. Bu cəmaata ad boy verdim. Bu qaqaşı sonra qaqaşı doğrayarlar sonra. Hə, yoldaşlar, səhifə əlavə olunanda avtomatik olaraq düşür bura. Bura düşəndən sonra baxın görürsüz, səhifədə kimin adminliyi varsa, bütün hamısını buraya əlavə eləmək olur. Okey, çox rahat. Eyni şey reklam akkauntu. Reklam akkauntu bizə nə üçün lazımdır? Çox sadə, çox bəsit. Ads Manager reklam vermək üçün reklam akkauntu lazımdır. Reklam akkauntunu necə yaradırıq? Eyni tərzdə. Exist varsa Exist'ə əlavə edirsiniz kodunu, kiməsə request göndərirsiniz. Yoxsa create new account. Yazıram məsəl üçün, nə bilim, yazıram reklam akkauntu silmək olmur. Yazıram Nurlananın mətbəxi. Məsələn. Elə bir səhifə var ya, həqiqətən Nurlana mətbəxi deyə bir səhifə var Instagramda. Okey, seçdim Bakını, Bakı saatı ilə hesablamalıyam da. Çünki orada reklam üçün də mənə lazımdır ki, o +4 ilə hesablasın. Dolları seçirəm, istəyirəm TR'ni, Türk İş Liranı seçirəm. Fərqi yoxdur, çox adam dollar istifadə edir. Burada seçirəm mən öz biznesim üçün mü istəyirəm, yoxsa başqa bir biznes üçün mü istəyirəm. Burada öz biznesim üçün istəyirəmsə, bunu əlavə edirəm. Əlavə elədim, agree eləyirəm. Arkadaşlar, bunlar işin strukturu deyib, bundan rahat olun. Bu heç nədir? Əsas məsələ reklam tərəfi. Create add account elədim. Nəyə qədər istəsəm yarada bilərəm. Baxın, indi gəlib düşəcək bura. Amma niyə nə qədər istəyəsiniz deyə yarat? Yox, səhifə üçün bir dənə kifayət edir. İndi sənin biznes meneceri hesabında 12 dənə səhifə varsa, hər biri üçün ayrı-ayrı add account qurmalısan. Başa düşdün? Niyə görə? Çünki biri təhsildir,
biri təkər təmiridir, biri geyimdir. Sən hamısını bir dənə reklam hesabından idarə eləsən, sənin hesabatında aləm dəyəcək bir-birinə. Onda gərək mən tutuma bir dənədirsə, bu gün təhsildə verdiyim adamlarla sürəsini dəyişim təzdən yeməyə dəyişim. Ay, yox, onu dəyişmək deyəndə yox, yenisini yaradacaqsan. Prosto, hə. Bildim, yəni yaratmasan duruş gərək bir onu dəyişim də. Hə, təbii ki. Bu da hesabat. Yes. Həm də yeni reklam yaradanda birinə baxarsan yeməkdir, birinə baxarsan təhsildir. Sonra götür şeydir, agentliksən, şirkətə hesabat verməlisən. Bir də görsən şirkətin hesabatının içərisində nə bilim şeydir, don geyiminin reklamı ilə Business Launch-ın eyni vaxtda reklamının siyahısı gedir, Excel gedir. Deyir ki, sonra baxırsan ki, deyir, mənim pulumu sən başqa şeyə reklama xərc. Gəlin də sübut elə ki, adama Allah hamd olsun, yox. Elə söhbət yoxdur. Hə. O ekran hesabı var yani. De. Bir de mesela bu aksır ve koşu hesabı. Bundan bir farklı yani bir sayfa idare edilir yoksa bir nesil sayfa. Neçəsini istəyirsən idarə elə. Mesela bir tersinden bağlıdır. Bir tane kurs idare edilir. Onu bu reklam hesabından İdarə eləyə bilərsən. Amma hər kursun özünün ayrı-ayrı hesabatına vermək sənə zülm olacaq. Hamısının ayrı-ayrı büdcəsini çıxarmaq. Başa düşməmisiniz. Nə çatmayıb? Çox bəsit. İndi onu bilirsən. Mən biləcəyəm. Bir dənə brend hər özü üçün brend işləyəcək. Onsuz da yekunda elə Hə, eləyəcək. yekunda eləyəcək. Hə. 30 bir tələ üstündə. Yo, yekunda eləyəcəksin. Bizdə indi əvvəlki təqdimat üzərindən idi. İndi hamı ChatGPT ilə təqdimatı yığıb gəlir, imtahandan keçirdi. Elə söhbət yoxdur. İndi təqdimat olsa belə əlavə ekstra şeylər verəcəyik ki, görək nələri işləyəcəksiniz, nələri bilirsiniz. Bu ad account bölməsini başa düşdünüz. Belə biraz yarımçıq hə yox idi. Ben de ilk kimede bağlayıp Yox, bax hamısı, məntiq olaraq bax hamısı eyni yerdədir. Açsın da Nurlanın mətbəxi, düzdür? Nurlan məsəl üçün evində yemək bişirib satmaq istəyir, çatdırılma eləmək istəyir. Çıxır, girir buradan məsəl üçün reklamını verir. Hə, yoldaşlar, görürsünüz, yenidən admin kim varsa, avtomatik olaraq bura düşür. Sonra gəlirik şey bölməsinə. Burada bu qədər vacib olanları göstərim. Instagram account. Instagram accountda bağlayanda gəlir düşür bura. Bağlamaq üçün də əd eləyirəm. Okey. Başa düşürsünüz? Çətin deyil ki. Hə, Nurlanı. Emilia. Başa düşürsən? Belə. Hə, yoldaşlar, baxın. Səhifəni page bölməsindən əlavə edirsiniz. Mövcud səhifəniz varsa adını yazırsınız, əlavə edirsiniz. Əd bölməsindən əlavə elədiniz. Və yaxud da mən Hüseynin səhifəsini özüm buraya əlavə eləmək istəyirəm admin kimi. Səhifəni buraya yazıram, ona request gedir mailinə və oradan təsdiq verir. Bu uzun söhbət, onlara çox fikrinizi yormayın. Sonra ad account, reklam accountunu yaradırıq ki, reklamlarımızı verək. Burada əsas məsələ Instagram accountumuzu əlavə eləyirik ki, yani orada Bağlan. tam verdiğim ay sağ ol, həm meta biznesdə görünsün, həm də reklamda biz seçirik. Instagramda mı reklam vermək istəyirik, yoxsa Facebookda mı, yoxsa hər ikisindən? Yes, var, WhatsApp da var. Instagramda da əlavə edirsiniz. Add Instagram account elədim. Yoldaşlar, login parol yazdım. Nə bilim, məsəl üçün bu haradır? Çıxın parolu bilməm nədir. Google'da da çox vaxt parollar yaddaşda olur. Neyse. Əlavə elədim, yoldaşlar. Hə. Təsdiq verdim. Səhifə düşdü bura. Göstərir ki, məsəl üçün kimin adminliyi var, kimin nəyi var. Sual verir. Hə. Baxar mənim işimi siliyorum. Reklama getdi. Aha. Mənim səhifəm sizdə. Mən nətər götürüm altında. Mən. bir verir. Oradan Necat Bey size sonra özü çıxış. Ha, Çıxış ediyorlar. Amma bilirim, bir agentlik olaraq misal üçün sizin hamısını götürüb qaçmaq imkanınız da var da, yox? İndi burada bir Mən məqam. gələk idarələrini söyləyəm. Hə. Bir də agentlikdə ən vacibi partner var. Bax göstərir orada. Partner bölməsindən. Sənin biznes hesabın varsa, mənim də agent hacan. Full kontrol verir burada. Tutaq ki, mənim səhifəm. Yo, niyə full kontrol verirsən ki? Agentlikdir. Eləcə ancaq səhifələrə full kontrol verir. Ha?
Tutaq ki, siz çıxdınız, siz mənə ancaq admini görə bilərsiniz. Adminliyi verir, biznes menecere full kontrol vermə. Sən ona səhifələrə, reklam akkaunta full kontrol ver. O Instagramdan, Facebookdan girib parolu dəyişə bilməyəndən sonra heç bir mənası yoxdur. Sən ona biznes menecere full kontrol vermə. O göstərdiyin bölmə vardı, people bölməsində, invite eləyəndə, yenə bir bəlirsiz, yeni doğulmuş bir mailimiz. Bax, burada görürsən, burada full kontrol vermə. Keç, next-də səhifədə ver. Səhifələrin hamısında ver, add account-a ver, hamısına ver. Invite people-da. Bax, burada people bölməsində invite people-da. Şəxsləri buradan əlavə edirik. Ondan almışım. Errora gedib. Rahat, yəni çox rahat yoldaşlar. WhatsApp account. Yox, bilsən nə təri? Yox, elə deyil. Əzizim, çox asandır. Asanlıq bilsən nədir? Hər bölməyə girdin, page-ə girdin, add eləyirsən. People-a girdin, add eləyirsən. Hacım? Bəli, hay bəli. Bəli. Add account-a girdin, add eləyirsən. Bəli, Instagram-a girdin, add eləyirsən. Çox bəsit. Bir dənə bunu saxlayın ki, sağda yuxarıda mavi düymə var. Oradan hamısını əlavə eləyirik. Başa düşmüşük. Stopla. Oksidativ stresin yuxarıdır sən. Gərginsən. Çətin başa düşürsən deyə gərginsən. Səhiyyədəyəm mən. Gəl bir azon zat köçürdəysən. Qanı azonlaşdıraq köçürdək. Biraz rahatda şey olaraq. Yox əşi. Gəl pulsuz sizə azon köçürdür. WhatsApp account-u link eləyin, nömrəni yazın, təsdiq verin və salam düşsün bura. Reklam WhatsApp-da da gedir. Bir də sən istəsən WhatsApp nömrəni bura əlavə edirsən ki, reklam verəndə müştərilər sən WhatsApp nömrəvə yazsın. Çox xoşbəxt oldum. Yəni ki, belə. Nömrəni amma WhatsApp biznes hesab olmalı. Biznes olmalıdır. Yes, biznes olmasa olmur. İndi thread də varsa thread'i də buradan əlavə edə bilərsiniz və yaxud da əlavə eləməyə bilərsiniz. Yoldaşlar, biznes meneceri çox bəsit dildə desək, bitirdik. Qalan hissələrdir, add account settingdir, filandır. İndi keçəcək. Gəlin bir çay içək, sual söhbət edək. Bir dənə o hesabı oğurlatmaq istəsin biraz. Oğurlatmaq deyəndə Allah'tan yok. illa da dirəşirsən ki, oğurlatmalıyam. People bölməsində add eləyəndə kimisə biznes meneceri access verir. Bir də şeydir, o birinci göstərmişdim, yeni biznes meneceri hesabı yaratmaq. Onu yaradın ki, oturmaq ki, zaten saçsın. Telefon biraz kaçmağa soruyorum. Telestirici istendim. Ben de öz sayıdan bir şey sayfası yok. Ele bir iki tane reklam hesabı var. Bir tane profil var. Aslında en basit. Tam bir yapın sana. Şeydi, sahip bu ne değil? Suya harabı koyup başa düştüm əslində. Nəyi necə edirsiniz? Gəl. Suya harabı. Bir dənə bura eləyəndə yəqin. İndi mən evdə Sayısız. geçirəm. Nəsə bir səhvimiz. Əlbəttə. Bir pratik eləyib. Kampiyon olsun. Ben çok korkuyorum. Onsuz səhvə. Siz ikinci gündür ben offline sana. Sahip Edebilirsiniz. mesela soruyorsun. İkinci gündür. Sen ne vakta kadar buradasın? Üçüncü güne kadar. İkinci günü gayet saat. Ha, akşam. Akşam da kalkmadım. Neçədə? En son 6 olmalı. Allah aşkına. Nerede üçmerdim? Üçüncü İkinci güne günü kalktım. de offline sana. Söylüyorsun. Ya akşam işten sonra yazalım. Birinci gün iş günde yani. Ben şimdi işinde işler mevzusu gider. Mesela biz Instagram səhifəmizdə nə edirsiniz? Amma Sen de işte. Ağzın sayfalarda boş.
Bir de olsun, asılımız yok. Paylaşın. O kırmızıdan sepeti basmak var. Neyse bağlı tutmuyorsun. Basmasan Bir tanesini bulursun. Ama teyzem taktım borcunu ödeyeceğiz yani. Size nasıl? Size sanırım çok Ha, çay içelim. Çok sağ Karameli isterseniz yoksa nerede olsun? Sizden nerede olsun? Altı varsa az eli, yoksa Altı bende var mesela. Bu artık. zaten alsın yine. Başlıyorsunuz. Ben de Şimdi yoktu da. en çok işin Bu koku metropol bence. Sizden ay sağ. Yani metreye ait olduğunu gösteriyor. Bak. yok. Bizde işte de tam böyle Hem şöyle katkısını da az koydum. Evet, bize işte katkısı koymuş. Ben çok ne söylesin. Ona siz bir tane tebrik Yani bak ben Bunun şimdi de Burada mesela biyomisse var, medical riskler mesela. Business hesaplarından ibadet edilir. Sen çok şahsi problem. Yani şahsi problemler. Ben mesela çocuğum business manager hesabını çevirmiş oluyorum. Yani mesela çocuğum yani ben bunu bir şeyde kanser yakasında arkadaşı sen SM'nin her işi gördün. YouTube'da Çok sağ Hazır ol. Hemen de katkısı hoş bir anda da karşılama var. Ben doktor eğitimi ben sonra çok mesuliyet yapmışım ama göre gözüm vardı. Ben akşam yapıyorum. Aklınıza yine siz. Ben aklımda düşünüyorum. Ben yürüyen akşamlar her son seçtiğim. Akşamları son seçtiğim. Sen de şekersiz ancak 6 evde. Akşam yaptım. Herkeslerin bir single espresso da yapacağız. Evde var. Aparat yoktu o zamana göre ama özüm derlerim kodu almışım Arabika var. Siz çok konuşuyorsunuz. Arabika ve şey var, izotfer var. Sıkıntı veriyor. Üç paket. Yok şey değil. Ben neysiz? Bizde filtresiz var. İşte bizde filtresiz var. Çok bazen o değil. Filtresi yok. Bende Türk kahvesinin kaynak var. Al bak var. Evde olan değil. Yani reklam ediyor. Öyle olur. Evde tatil tarafında bir bak olur. Gerçekten Ben kimsenin süresine var ya Haziran'da. ben de orada kaldım. Ben orada kaldım. Şu konuşuyorum. Yok canım burada. Yok siz de yetişiriz. Yaptık zaten bir sefer düşmüş. Ben sağlıksız görebilirim. Kötü gün gelse bana çizgiye ses vuruyor. Bak bizim gözler kapı eğitimci geldi. Bir dakika kaçacak. Siz gelebilirsiniz. Tiyatrodan Sen çok çok az bateri yani. Yok hafta. Akşam ders çalışıyor. Oradan sepette bir kafe shop olup böyle bir şey. O evet. Yok. Ben Yani salondan. Ben de en sıkıştı onda değil. Ama teşvik de yapmıştı. Çok söz ederim. Çok da iyi var. var. Ama çok da sıkıştı bir ne gün bir şey. Hafta lazım görüşmek. Sağ olun gelen kimse ses gelsin. Zaten sen işlemsin. Seferci.
Burada da yok masallı değil. Ancak masallıdır. Bu da otaqda olmalı. Yazın olabilir. Ya da burada bir yere koy al bir tane. Sonra bir tane kapacak da olarak Bence. çok diyorsun. Ne yapayım? Anladım. Hatice. Zaten bu da masallar. Çarptan hareket oldu benim sağ. Yok, ondan sonra Sınıfda olan seferdir. Yok, ben şey diyorum. Telefonlarımın altında Nədir o? Nə mənə şeydir? Babaktan beri. Babaxan müəllim, hə, Sizden bizim kursda Kursun rəhbəri ortaqlarındandır da. birinci olmasına boşalmak istiyorum. Bundan sonra keçid eləyin ora. rəhbərlər Siz salatan falan bahsediyor. Gidelim devam. Hər şeydə həll eləyirsən. Bende de şey management'ti ya. Koşuna ne tedbir oldu, sivri yığım, onu yığım, her şey yani tercih kimi yaptı ben de o. Bence var. Biz onu Yazanda tercih bunu çıkmıyor tercih sizin. etmem lazım. Location'da yazılanlar var. WhatsApp'ta. Rekord gibi değil. Rezume vermişdim. Hazırsınız. Əsl həngaməyə başlayırıq. Məncə də. Tapdın üçüncü günə bilir. Ha, ben direkt kaydedeyim. Ben kulağımsızlar. Sen qaytar da. Ben tarafını ekledim. Gəncədə hardasan? Bakmam. Balada. Böyükler. Kuruğun yanındakı hansıdır? Ha, böyükler. Kurumdan biraz yanında bizim. Yani. Həqiqi. Bakmam. Mənim orada dostum var. Kurumdan Mehman. orada böyümem. Həqiqi. Gürcistan'da böyüm. Hə, nədir? Nə olub? Ha. Nə deyə bilərsən ki, bizə başa? Hem bu da bence de dostum var. Gel çayla gidip gel. Ben bir şey söyleyeyim. Ölçərsən sən. Gün sayılı sayılır mı? Gün Orada sayılı bir baş kere koyan. ben görmemiş. Biz aslında bir de orada olur. Göyçəyə daş qoyanım, ucara daş qoyanım, mən ucarlıyam. Göyçay mənim həyatımda ən böyük travma. Gözlə, Neyse travma. gözlə deyə danışım. Oxuya bilmirəm. Telefonları qırağa. Emilə, buradasan? Sual yoxdur mu? Başa düşürsən? Videoya da baxarsan da yəqin ki. Rekorda mütləq bax. Hə, yoldaşlar. Deməli belə. Mən artıq biznes meneceri qurmuşam. Hər şey hazırdır, okey. Gəlirəm, məsəl üçün Meta Business Suite-ə girirəm, okey. Və buradan istəyirəm ki, mən artıq birbaşa Ads Manager-ə keçim. Burada Ads Manager var Meta Business-də gördüyünüz kimi. Reklam verməyə də. Getmək istəyirəm ki, artıq reklamlarımı yerləşdirim. Ads Manager-ə vururam. Burada görürsünüz nələr var.
Account overview var. Yəni ümumi olaraq accountun belə deyək, xarakteristikası nə vəziyyətdədir? Aktivdir, abledir, enable, disabledir. Yəni bütün bunları hamısını görə bilirsiniz. Sonra campaign bölməsində indi keçəcəm. Campaign bölməsində kampaniyalar görünür. Auditoriya bölməsində bizim yaratdığımız targetlər bu bölmədə görünür. Billing payment hissədə kartlarımızı əlavə edirik, məlumatı yerləşdiririk. Yəni ödəmələr bu hissədə görünür. Ads reporting hissəsində isə biz bütün reklamlarımızın hesabatını hamısını buradan hazırlaya bilirik. İndi gələk account overview-ya. Bu arada kofi qəşəng daha. Okey. Aktiv account açacağım indi sizə ki, onun üzərindən gedək, hamısını görək. Yaxşı. Baxın, görürsünüz burada göstərir opportunity score. Yəni ümumi bizim xalımız nə qədərdir meta görə? 48 point yazır. Bunlar yəni boş şeylərdir. Bunlara belə şeyə fikir verməyin. Opportunity score ona görə aşağı verir ki, özü sənə gec-gec rekomendasiyalar verir ki, reklamında məsələn filan şeyləri düzəlt, götür, nə bilim, şəkillərin sayını artır, reklamın sayını artır və s. O sizin artıq şəxsi qərarınız. Burada ümumi hansı reklamlar var, hansı göstərir ki, məsələn bu reklamlarda nə bilim saturasiya var. Bunu azaltmaq üçün advantage targeti təsdiqləyə bilərsən və s. Ümumi hamısını burada görə bilirik. Bu overview-dur. Və göstərir ki, 7 gün ərzində 1608 dollar pul xərcləmişik. 1608 dollar. Gəlirik burada, baxın, bu şey bölməsində, hansı ki, campaign bölməsi var. Həmin şeylər artıq burada var. Campaign bölməsində şalamə 2 dəqiqə vaxt verin. Hə, təlimdəyim. Qoydum, sağ ol. Bizim müəllim zəng eləmişdi. İlk dədəmi görmək istəyirəm. Onu atmışdım. Sağ ol. Deməli belə yoldaşlar. Campaign bölməsini açdıq. Campaign bölməsində burada bir dənə xaotik vəziyyət var ki, gəl görəsən. İndi keçək əsas məsələ. Reklam verəndə tüm reklamlar hamısı burada bu tərzdə görünür. Var kampaniya, var adset, var ads. Kampaniya nədir? Verdiğimiz ekranlarda. Kampaniyalar. Yəni, məsəl üçün, adlandırmadır, diabetlə bağlı verirsən, masallıdır, Sumqayıt reklamıdır və s. Ərəb ölkəsində, məsəl üçün, deyək ki, reklam verirsən ərəb dilində. Sonra gəldik, burada göstərir, bu ümumi overview-dir, ümumi göstərir. Baxın, aktivdir, hansı aksiyonlar var, actionlar var, rezulta baxır, məsəl üçün, biri video baxışdır, biri mesaj conversation-ıdır. Əksəriyyəti zaten mesaj conversation-dır, çünki biz lead toplamalıyıq, yəni müştəri toplamalıyıq, okey? Və ümumi burada bütün məlumatlar var. Məsəl üçün, bir mesajın qiyməti neçəyə gəlir, bir videonun baxışı neçəyə gəlir, toplam nə qədər pul xərcləmişik, toplam nə qədər impression var. Keçən səfər sizə deyəsən terminləri demişdim. Kim mənə saya bilər? Mən sizə nə qədər fikirləşin görüm. Sizə 3 ya 4 dənə termin demişəm. Onu sayana düzgün deyilmir. Onu düzgün deyilmir, kitab ədliyilmir. Reach, impression, sonra Engagement. okey. Yok. Aslında Bizim bir köhnə layihə var idi. Coşqun Kərimovun 10 dənə kitabı var idi o layihə. İndi hamıya deyirəm ki, yarışma eləyək, o sizə kitab hədiyyə eləyəcəm. Bir Coşqun Kərimovun kitabı kvantını bir deyəcəm, yarışmada görək gözüm olsun. O layihədən vermişdir. Olsun da. Coşqun Mətin kitablarını gözlər kitabı. Qəşəkdir, kvantı. Fikirləsən həyatda o verərsin. Conversion. Conversion. Deməli var. Impression. Var. Reach.
var. Engagement var. Conversion. Zebel bu alma. Al mahsulu. Al. Ha. Impression nedir? Diqqət. Son oldu. Dəqiq olsun. Şeydə də it's book belə deyək. Reach. Nəfər. Erişim. Engagement erişim değil. Engagement artıq. Etkileşim. Yes. Yani adam tıklıyor baktılar. Comment. İçeriden tabii baktım içi de. Action. Tam saatte de. Aysa action. Hərəkət. Hərəkətli. Call to action. Conversion. Satış. Vesaire. Form doldurur. Ha. İndi burada bizde gösterir ki ne kadar impression olur? Her hansı bilim değil. Değil. 159 bin. 159 bin. 159 k. Bak dəfə yazmışam bunu. Hə, Ben dəfə. bu sırf bakır saydı. Dəfə. Sırf bakır saydı. O hesablamaq ders sonra. Yo, o axırda da o heç. Prosto mən özüm əvvəlcədən izah edirəm. 99 bin nefer. Yes. Hamısı 9 milyon hava olsun. İndi keçmir. Hələ engagement gələn mesaj saydı ona baxar. İndi mən burada nəyə baxmalıyım? 99 159 min dəfə göstərilən reklamı 99 min nəfər görür. Ortalama neçədir bunun frekansı? Hardasa baxsaq 1.8. değil. 1.8 nədir? Kim deyə bilər? Yəni 180%. Belədir. Yaxşıdır, düz deyirsən, amma onu düzgün başa salmaq lazımdır. Yəni Onda 8. 159 min dəfə Belə görür. deyim. Bir reklam o qədər diqqət çəkir ki, Rekord getir. bir reklam o qədər diqqət çəkir ki, 99 nəfər Bir sabah sağda. Sağda 3 nöqtə var. Okey bir dəqiqə. 3 nöqtəyə gəl. Atıyorum. Güzel. Gedir. Ama 99 nefer. Bilir. Hə. Yoldaşlar, mən bunu niyə hesabladım? Mən bunu niyə hesablayıram? Mənim reklamım artıq 1.8 dəfə yox, 3 qat, yəni 3 dəfə daha çox görünürsə, artıq bu o deməkdir ki, reklamım aşağı düşməyə başlayır. Yəni bir reklamı bir insanın 4 dəfə görməyi artıq zərərdir. Bezir devam ediyorum. Bezir deyəndə belə deyək. Biz burada axı şey gözləyirik. Biz Yeni bunu adam. mesaj almalıyıq axı. Bu 3-ə qalxanda, bunu 3-ə vuranda nə qədər edir? Paçı 280 min edir. 280 k. 99 min insanın 280 dəfə reklamı görməyi bizə zərər olmuş olur. Bu məsəl üçün 5 əmsal olsa reklamı mağazan bağlayır, məsəl üçün çıxın gedir, reklamı dayandırır. Belə olan halda nə etməliyik? Ya hədəf kütləni dəyişməliyik, ya paylaşım müzalarında. Yox, səhvlik yoxdur, onu unut, səhvlik yoxdur. Reklam bir müddət sonra, taktik 2 həftə sonra başlayır artıq təkrar eyni adamlara görünməyə. Çünki maksimal hədəf kütləsini yeyib bitirib. Yəni çata biləcəyi ən pikə çatır. İndi o hədəf kütlənin həcminə baxır da, var 200 min, var 500 min. Hədəf kütlənin maksimal həcminə çatır, artıq başlayır aktiv olan userlara təkrar göstərməyə. Bunun üçün də alış edənlərə də təkrar göstərir. Kartı tapdı. Nəyi? Kartı 3'ü. Bu üçü unut.
Orada statistikaya baxdırıq. 159.000, 99.000. Bizə frekans hər zaman önəmlidir. Bir reklamı bizə lazımdır ki, maksimum bir insan 2.5-3 dəfə görmüş olsun. 2.5 dediğim ortalama skorda. Ha. Yani şey olarak hesaplamam. Olur ki, mesela bir reklamı 2 nəfər görür, bir reklamı 1 nəfər görmüş olur. Ortalamasını hesaplayanda abisi 2.5'in üzerine gelir düşür. Başa düşdün mü? Bu frekans onun üçündür ki, sənin reklamının tezliyi, görünmə tezliyi hansı aralıqdadır? Bu 2 və 2'nin aşağısında olan da yaxşı gedir deməkdir. Yəni hər dəfəsində unik, hər dəfəsində yeni insanların qarşısına çıxır. Yəni Nurlana, sənin hazırladığın yeməkləri və yaxud da sənin görmək istədiyin, satmaq istədiyin geyimləri yeni insanların qarşısına çıxartmaq daha çox maraqlı olmalıdır. Niyə? Çünki bu hədəf kütlənin içərisində təkrar göstərək. Əgər alış yoxdursa, mesaj yoxdursa, forum yoxdursa, zəng yoxdursa, artıq bu demək ki, reklam düşür. Yəni nəticəsi aşağı. Bir şey diyeyim. Sual. Hə. Mən reklama bir dəfə baxıram öz səhifəmdə ya. Keçirəm reklam çıxır qarşıma, belə gözəyarı baxıram. Həm diqqətimi cəlb edir. İkinci dəfə çıxanda qarşıma, deyirəm, bunu mən adresa baxmışım. İkincidə də cəlb edirlər də diqqətimi. Ola bilər, ola bilər. O frekans məsələsi artıq bizə nədər? Yox, bir də görürsən ki, bir gün ərzində 4-5 dəfə sənə qabağa Eyni reklam 5 dəfə ucu qarşı. Orada indi məqsədi fərqli də olur. Heç gözüm öyrəşir ya da səhifəni Orada bir şey də var. İndi sən engagement reklamı vermisənsə, mesaj reklamı vermisənsə, sənə lazımdır ki, maksimum çox adam sənə mesaj yazsın. Yox, əgər sən deyirsən ki, mənim reklamım dayanmadan çox adama görünsün, brend olsun. daha çox insanın gözünün yaddaşında qalsın, onda düz deyirsən. Sənin reklamın o tərəfdən daha mühüm olur. Bir reklam məqsədlərini keçəcəyik. İndi gələk burada. Burada Bir şey deyim. Elə öz reklamımız elə xanımda dediyi kimi 4-5 dəfə mən qalmaq istəyirdi öz şirkətimizin. Bunu deyirsiniz ki, o zaman targetli olur, böyük ihtimal mesaj üçün olur. Böyük ihtimal yox da zaten mesaj üçün olur da, yəni engagement. O zaman bizim dayandırmalı şeyimiz yoxdan olsun ki 4-5 dəfə qalmaq istəyirdi. Zaten biz onu mesaj üçün olur da. Nəticə alırsansa, mən nəticə alırsansa, bu frekans o zaman baxılmalıdır ki, sənin nəticən yox. Postu dəyişə bilərlər də. Ay, sağ ol. Postu dəyişmək. Reklam kreativlərini, vizuallarını dəyişə bilərsən. Çünki, bax, dayanmadan bir reklam uzun müddət işləyə bilməz. O reklam tutmalı söhbət nədir? Reklam tutmalı söhbət olur ki, onu özün analiz eləməlisən. Burada şəklin üstünə yazdığın mətnlərin səhv var. Yaratılım və targetdə səhv var. Mesela benim videomu tərkib paylaşmışlar, iş adamları üçün xarici dilini anlamışdım, 30 saniyəlik. Tutmadı və səbəb də onu dedilər ki, qapalı məkanda çəkmişik. Çünki bundan öncəki bütün videolar Gəncənin mərkəzində açılır. Məntiqli gəlir, amma o videoda tuta bilər. Amma bir də iş adamları üçün əvvəlkilər, iş adamları üçün daha əvvəl verilmişsən reklam. O da çox kontent gözü, uğurlu kontent deyil. Sana da ki, çox edəcəksin, nəticə vermez. Deməli, bu kontenti ya dəyişməlisən, ya hook dediyimiz 205 saniyə, əgər məsəl üçün iş adamısansa, Gəncədə tutaq ki, Gəncədə yaşayırsansa, bir 5 saniyə saxla, məsəl üçün bu videoya bax, tutaq ki, bu tərsin. Bir də bir şey soruşum da, siz izləyicilər həmin səhifəni. Sizin qarşınıza niyə çıxsın sizin öz reklamınız? Düzdürmürəm? Yəni, tərkiblərin qarşına çıxmamalıdır. Ama reklamı çok seviyorum. Story'de hem postlarda İzləyicilər. Hədəf auditoriyasında varsın. Bir də öz rəqibləri də araşdır. Öz rəqiblərə baxdığında baxmaq interesli. Öncə nəsə olmalıdır ki, tərkibçilərimə göstərmə. Göstərməməli. Çünki o itirirsən, yəni sən orada müəyyən məbləğdir. Məbləğdən əlavə, tərkibçisini də biraz düzdür, satış etdiyim adamı da bilir. Ola bilər. Bilməm, pulu reklam edir. Tərkib eləcək. Sosialları əlavə eləmək üçün məsəl üçün bu baxılır və nə qədər adam baxılır. Orada əlavə eləmək üçün Orada breakdown bölməsindən əlavə ya da call bölməsindən orada təzə funksiyalar gəlir. Çünki mən əlavə edirəm. çox şey var da.
İstəyirsən burada götür yaşı əlavə elə. Ya onu demirəm. Reklam. Parça reklamdan nə qədər takipçi gəlir sənə? Ads Manager göstərir onu. Burada göstərir, mən həmişə onu əlavə eləyirəm. Sonra Yəqin ki, bu da action bölməsində o da olacaq. sizinlə şeylər. Amma əlavə eləmək olur. Hə, ola bilirsə olur. Hamısı burada da kreativ var. Demografiya var. Deyir ki, reklamdan nə qədər takipçi İstəsəniz mən burada əlavə edeyim. Məsəl üçün gəlin yaşlara baxaq. Yaş aralığı hansı aralıqdadır? Bütün hamısını buradan görmək olur. Ora əlavə eləyirəm, sonra öz-özünü silinir. O normaldır. Çünki hər dəfəsində refresh eləməsin. Stabil qoymursan axı burada. Sən hər dəfə səhifəni yeniləyirsən. Bu da sənə görüntü olaraq standart eyni vizualı verir. Deyir özün nə istəyirəmirsənsə əlavə edir. Şu an nə izlərində, Excel'də bax. Okey, yoldaşlar. Hə, indi bu reklamdan gələn mesajın həcminə baxsaq. Bu reklamdan gələn mesajın həcminə baxsaq. Baxın, görürsünüz, burada post engagement reklamı da var. Həmçinin message conversation. Ya, toplam mesaj sayı 124, 160. 160 dənə, 160 mesaj gəlir. Mesaj gəlir. Okey. Onlarla indi conversiona çevrilmək faizini tutaq ki, 160-dan 5% hesablasaq, bu da eləyir nə qədər? 8 nəfər. Yəni 8 nəfər artıq məsəl üçün bundan conversiona çevirib, gəlib klinikadan hər hansı bir xidməti alır və yaxud da formu doldurur. Hə, indirəm. Sual var. Aydın olur mu bu hissələr? Mənə o 8 aydın olmalı. Nə olmalı? 8. Mən deyirəm ki, bunu for example olaraq deyirəm. Məsələn, 160 dənə mesaj gəlir, toplamını hesabladım. Deyirəm, məsəl üçün bundan da 8 nəfər artıq klinikaya gəlibsə, conversion, yəni satış olub və yaxud da formu doldurubsa, doldurub. Okey. Bəli. Bizdən də soru təqib olunur. Evet, Reklam şeydir. Bilmək istəyirəm, vurğuluyor. Bəli, bax, indi burada məsələ var. Reklam konuşaq. Sən istədiyin qədər mesaj ala bilərsən. Amma o mesaj sənə şeyə çevrilmirsə, satışa çevrilmirsə, deməli, haradasa problem var. Mən daha çox oradakı problemi yazışmada görə bilərəm. Ola bilər ki, həqiqətən hələ kütlə gərəksiz boş müəyyəniz hələ kütlədir. O da Uşaqlar yazılmalı lazımdır ki, hər sən nə cavab verəsən, sən nə cavab verəsən. Bəs satış sayı, mesaj sayı görsənir şeydə. Sən niyə mesaj sayı verir? Miqra Azı şart sonra bütün gün mesaj sayılıyor. Bizdən təcrübə. Mesaj sayı. Sən hardan qoyur? Ads Manager'dən qoyur reklamı. Hə. Ads Manager'dan qoyursun görməlidir. Deyim, amma migren reklamında 87 mesaj var. Telefondan da baxın. CPM-i də var, CPR-a da baxmaq olur, cost per result-a da baxa bilirik. Bir mesaj 1.70-ə başa gəlir. Səhiyyə məsəl üçün bu reklam üçün Çox baha deyil. bahadır, amma səhiyyə üçün yaxşıdır. 170. Bizim dostumuz demiş ki, mesajın bir dollardır. Hamısı onu basmış. Təksirə biraz aşağı olur. Sizdə aşağıda bizə deyildir ki, hər mesajı tez cavablayın ki, aktivlik olsun və qiymət düşür. Ola bilər, ola bilər. Test eləmədən olmaz. Test eləmədən bilə bilməliyik. Bəlkə də onu keçərsin. Bizdə hazır mesaj söhbəti yox. Özümüz mütləq ki, özümüz yazırıq. Düz axşam kim ən gec kim yatsa ona qədər cavab verir. Hazır mesaj yox ki, var mı? Hazır mesaj bilirsiniz niyə? Görürük ki, biraz zaman yanaşır. Misal üçün, Onu da sən biz adamına görə yazırıq. Belə deyim, adamına görə münasibət göstəririk. Bir də biraz Fərq yanaşırsan yaxşıdır. Amma gecə misal üçün, deyək ki, saat 3-dən səhər saat 7-yə. Şey qoya bilərmi? Misal, yazıqsız ingilisdir. Sağ, bizə xüsusi yaşımızı və diksəriyyanızı qeyd edirik. Bunun bizə ziyanı və xeyri nədir? Ziyanı və xeyri. Ziyanı yoxdur. Xeyri var. Ziyanı bilən oldu ki, robot misal edir. Orada da sən elə bir şey qeyd edə bilərsən ki, mütləq call to action üçün adamın nömrəsini alırsan. gözləməsən. Yəni, geri zəngələmək üçün nömrəsini qeyd edəsən. O da artıq şəxsin özünü yaranır. İstəyən nömrəsini verir, istəyən nömrəsini. Qeyd eləmək də yox, keçid eləsin. Nömrə məşğələsinə problemlər yoxdur. Bəlkə də region gələn. Yox, alırıq. Nömrə verməmiş qiymət bildirmirik. Hətta nömrə vermək lazım deyil. Sən sadəcə orada nömrəvi qeyd edirsən, adam keçid eləməyə, klasın keçsin orada da olsun. Rahatsızlıq. Şeydir, əlaqə nömrəsi almaq. Çalışan reklamın trafiyini olsa da. Biraz baha ola bilər, bağlı təzə olsa da. Amma çalışan olsa da.
Niye diye soruşsan. Daha ciddi. Bazı olmaz. Mən ciddi deyim. Mən bazı yapırsam. Müştəri faktörü yapmaq yaxşı bir şey. WhatsApp. Data olana. WhatsApp-da mən yaddaşda qalır da. Adları necə yazırlar orada biraz? Nə ilə? Yani bir orada qeyd eləməsən ki, olan. Yo, neyini Prosto bir dənə işçiyə tapşır, resepsiyona. O statusa düşməyi vapşı ayrıca yaxşı bir şeydir. Ha. Yəni statusa şəkil qoyursan, kim məsəl üçün işləyə təbrik edir, kimisi deyir çay içirsən, kofe içirsən. Yəni hərə bir şey deyil. Statusu əlavə eləmədiyin adam görə bilmir axı sən statusu. Bir şeyə kontaktı əlavə eləmədin. Hə, yoldaşlar, baxın görürsüz burada delivery bölməsi var, düzdür? Delivery bölməsində aktiv olanlar aktivdir. No ads olan hissələrdə reklam yoxdur deməkdir. Yəni aktiv reklam yoxdur. Off olanları söndürmüşük. Completed olan hissələr isə nədir? Artıq reklam yekunlaşıb. Bəli, başa çatıb. Nurlan, sual ver. Yəni tutaq bax elə bil ki, bir həftəlik reklam qoymusan. Hə, bir həftə tamam olub, reklam bitib. Hə. Aktiv olanlardır. Rezultatları buradan görürük. Xərcimizi buradan görürük. Yəni bu reklama məsəl üçün nə qədər pul xərcləmişik? Bu nə vaxtında heç? Yani, lütfen. Xaricdən xəstə gətirir ona görə. Hə. Türkiyədən, Qazaxıstandan, Özbəkistandan. Məsəl üçün göstərim Türkiyədə son bir ay ərzində 899 mesaj almışıq. Burada da məsəl üçün var. Autizm. Kosmetologiya belə yoxdur, yox. Hə. Türkiyə var, ərəb ölkələri var. Məsələn, ərəb ölkələrini işləyirik. Rus ölkələri var. Qazaxıstan, Özbəkistan. Ay ərzində bir 15-20 nəfər gəlir. Aylıq bir 15-20 nəfər xaricdən gəlir. Düz böyük miqyası türkdür. Türklərlə işləmək ümumiyyətlə zulmdur. Xarakter olaraq da adam deyirlər, bir şöpülük adam deyirlər, şəxsiyyətsizdirlər. Doğru. Nə? Hə? Türk. Min şükür. Ay Allah türklərin canını sağ eləsin. Buyurun. Kürtdülər. Türkiyədən gəlmiş Kürtdülər, amma elə deyillər. Mən həyatım boyunca Mən həyatım boyunca türklərin heç vaxt Azərbaycanlıları dost və qardaş olduğunu gördüyünü heç vaxt düşünməmişəm və indi də düşünmürəm. Onlara görə bu dəqiqə Qarabağı da onlar alıblar. Onlara görə bu günlərim Azərbaycanın bu gün var olmağının əsas səbəbkarı budur. Özləri də acından ölürlər. Ha, iqtisadiyyatları zibil günündə. Ha? Mən son 2 ildə falan ümumiyyətlə getdiyim zaman da görmüşəm də çox xaraktersiz millətlər, çıxarıcı millətlər qısaca. Səndən işi keçirsə bizdə var ya, amma bizim millət nə bilim. Bizdə eynisidir. Düzdür, bizdə də çıxarılır. Amma onlar daha bir Türklər sanki Açığı mən sizə deyim ki, Azərbaycanın hal-hazırda getdiyi yol bu dəqiqə Türkiyənin yoludur. Yəni o vəziyyətə çönürük. eyni dəyərli. Maqandalar, yolda saxlayıb kimisə maşın siqnal ver deyə döymələr, kimisə qaçırtmalar, təhdid eləmələr. Bütün bunlar hamısı Türkiyənin yaratdığı şeylər. Türkiyədə də əvvəlindən olmayıb. Hər şey qadına şiddət Yeşilçam filmindən başlayıb. Qadının siqaret çəkməyi məsələn deyirəm, amma bu çox əslində normal bir şeydir. Hər siqaret çəkənə fərqli bir baxış obrazından baxmağa. Bütün bu türklərin hamısının özlərinin Yeşilçam var, mən demirəm yoxdur. Yəni bizdə Azərbaycan məsəl üçün siqaret çəkən xanıma tamam başqa cür baxılır. Türkiyədə normal baxılır. Yəni bunlar artıq formalaşıb. Bizdə də məsəl üçün artıq cəmiyyət məsəl üçün bunu normal olaraq qəbul eləməlidir. Elə kimi bir şans da yoxdur. Kiməsə məsəl üçün bir dənə siqaret çəkirdi, danqalamaq mənasıdır. Sonra ne olur? 800 Allah kömək olsun. Qəlyanıb 800 axıra qədər biz də. Hə, yoldaşlar. Yəni ki belə, onlar uzun söhbətlərdir, müzakirə edərək danışarıq. Bütün hamısını göstərir, total mesajı buradan görə bilirik. Yeni mesaj məsəl üçün, yeni user, yeni yazanlar, təkrar mesajları yox. Yeni userları görə bilirik. Və burada da məsəl üçün end date'ləri falan hamısını görə bilirik. Göstərir ki, ongoing til. Ki, rəşdə dediyi onları, takipçiləri falan. Harda da olar, mən də əlavə edeyim. Breakdown'da bilirəm, mən başqa bilmirəm. Dəqiq. Reportda baxa bilərsən. Reportda bax. Burada göstərmək üçün breakdown'da olacaq. Gözlə geografi, delivery. Action. Sonra creative attribution.
Ben burada tapamadım. Hə, yoldaşlar. Deməli, baxın, burada görürsünüz. İndi gəlin siz əsas məsələni izah edin. Telefonla. Mən əvvəl offline dərslərdə telefonlara nəticə götürdüm. Yok, şey sanırım. Ben dikkatimi Öyle de olmalı. Bizde de meslekte yazanlar lazım. Yaxşı. çektim. Yoldaşlar, indi sizə biraz da error verə biləcəyiniz bir məsələni izah edin. Baxın, campaign, ad set və ads. Campaign ilə burada yazılmış Hüseyin dinləsin ki, müəllimin yazsın. Reklam kampanyaları. Bəli, reklam kampanyaları. Yəni ki, kampanyanın, bəlim hətta buradan praktik olaraq da gedək. Create bölməsini görürsünüz, reklamı buradan yaradırıq. Reklam kampaniyasının bir dənə məqsədi olur. Yəni bu nə deməkdir? Kampanyamız bir dənə olacaq. Yəni bir reklamın bir kampanyası olacaq. İçərisində istəsəz belə reklam qoyabilir. Aysan. Bir məqsəd. Bir məqsədimiz olur. Məqsədlərimizdə nələr var yoldaşlar? Awareness var. Tamam. Bəli. Trafik var. Trafik hansı reklamlara aiddir Rəşidə? Web sayta, linklərə keçid. Web saytımızı məsəl üçün istəyirik daha çox giriş əldə edək. Awareness nə üçündür? Tanıtım üçün. Yəni bayaq yazdığımız 159K var idi ha. O istəyir 500 min olsun, bizə fərqi yoxdur. Awareness-i geçsin. Mənə lazım ki, reklamın maksimum çox adamı görünsün. Mesaj almaq Aynen istəyir. öyle. Tamam. Ay sağ ol. Çox adamın qarşısına çıxsın, tanıtım. Okey. Trafiki başa düşdük. Trafik nədir? İçinde. Mesaj trafiki ala bilərik. Web sayta trafik ala bilərik. Hə. Sonra Instagram profilimizə trafik ala bilərik. Ala bilərik də. Trafikin reklam əsas məqsədi budur. Bütün reklamların qurulma mexanizmi eyni cür. Sadəcə içərisində xırda dəyişikliklər edilir. Bəli. Məqsədimiz bir dənədir. Ən çox istifadə edəcəyimiz engagementdir. Yəni nələr var? Messenger, Instagram, WhatsApp. Yəni mesajları Messenger'e, Instagram'a, WhatsApp'a almaq. Engagement bu reklam, baxın, burada algoritm işləyir. Yəni bu günlərin awareness reklamı verirsənsə, maksimum görüntüyə həvəsli olan şəxslərin qarşısına çıxır. Bu günləri bir engagement reklamı verirsənsə, maksimum mesaj ala biləcəyin kütlənin qarşısına çıxır. Yəni engagement rate'i verilən bizim. Hə, yəni xalı, təsir etmə xalı, mesaj yazma ehtimalı yüksək olanların qarşısına çıxır. Və yaxud da video baxışlara engagement istəyirik. Bəli, trafikdə də var. Vergi nədir? Necə arada? Biri linkə trafikdir. O ucuz başı gəlir, amma bilmirsən ki, o linkə klik elədi, keçdi, keçmədi. Biri isə real mesajdır. Yəni konkret olaraq bu adam sənə mesaj yazdığı təqdirdə o kostu səndən çıxır. Bu səndən çıxır. Digəri isə trafikdir. Yəni linkə trafikdir. WhatsApp-ın linkini qoyursan ki, buna keçid elə. Keçid eləyəndə orada şey çıxır axı, bu səhifədən ayrılırsınız deyə bir şey çıxır. O isə sonra artıq klik edildiyi klik olaraq hesablanmış olur. Başa düşürsünüz? Necə biraz elə bir ilişkiniz olanı stoplayın. Siz reklam koymuşuq. Deyək ki, 3 gün koymuşuq və ya 4 gün koymuşuq. Günlük $3 və yaxud $4 nəsb elədik. Və mesaj, deyək ki, günlük mesaj azaldırsan və o $3 çatmır da günlük. Başa düşdük, mən demək istəyirəm. Ondan sonra da həmin vaxt bitəndə də reklam dayanır. Yəni o məbləğə çatmır da deyək ki, $12 olmalıydı, o $9. Onun nəsə zərəri falan var. Zərər yox. Pulun Pulun cibində qalır. Pulun cibində qalır. Əgər istədiyin nəticəni almamısansa, sən onu $12 da almayasıydın. Bir de lazım olmayan adamları da göstərebilir. O da var. Facebook başlayır.
Ne? Bir de Facebook Sonra atılmayan- baxırıq bura. Gerçek. Engagement'te başqa nə var? Video baxışlarımızın sayını artırmaq. Video reklamları. Yoxun gəlir mi? Hə. Post engagement. Yəni, bəli. Yəni postlarımıza gələn like, şərhi, bəyənməni, save, share artırmaq. Bu artıq sizin qərarınızdır. Amma virüs var deyil, mən neyini eləmişsiniz. Olsa satıram və lazımlı postumun 1600-ənə like gəlsin. Götür bir post engagement ancaq like gəlsin, ancaq comment gəlsin. O cəmaat dökülmüşdür. Mesajdan daha ucuz başa gəlir. Okay. Conversion call isə artıq bu satış yönümlüdür. Bu conversion məsəl üçün bizdə o qədər aktiv formada işləmir. Yəni nəticə almaq olmur. Həm də bahadır. Ona görə biz lazımdır ki, burada məsəl üçün WhatsApp istifadə eləsin. Üçün də seçəməyərsiniz. Sən eyni anda Messenger'ı da al, istəyirsən Instagram'ı da al. İndi mən Bizə mesaj reklamı verməkdən əvvəl engagement reklamı vermək daha yaxşı deyil. ümumiyyətlə mən nə edirəm? Məndən soruşursanız. Mən sıfırdan əgər başlayıramsa, mən birinci reach reklamı edirəm. Awareness-də reach var. Reach nədir? Maksimum yeni insan mənim reklamımı görsün. Bu da mesaj aldım, mən maraqlı deyil. Çünki bir 3 aylıq, 6 aylıq bir arenda straxovkam var. Fikirləşəm ki, maksimum tanıdım. Reach verdim. Burada trafikdədir də reach. Bir de bir brand başlayanda hələ ki real satışa keçməmiş bir ay öncədən, 2 ay öncədən görünürlük reklamları Trafik göstərilir. Bitcə saniyə gələcəm insana. Necə? Deyil? Brendi yaradırıq, biz ama satışı 2 ay sonra başlayırıq. O gözləmirik ki 2 ay sonra səhkən açaq. İndidən açırıq 2 ay. Düz deyirsən, amma düz deyirsən, amma burada bir dənə məsələ var. Sən məcbur deyirsən ki, dayanmadan ancaq awareness reklamı verəsən. Bir mesaj reklamları verir də, az büdcəyinin onu da verir. Mənim də işte izah eləmək istədiyim nədir? Sən birinci reachdə data yığmalısan. Yəni ki, 100 dollara 150 minlik data yığırsan ki, məlumat bazası bir reklamdan. Sonra həmin şəxslərə neyəyəsən? Təkrar mesaj reklamı qarşısına çıxarmısın. Potensial hədəf kütlədir də, düzdür. Nəyə başa düşmədim, deyil? İkinci dediğinizde Hə, indi gəl onu izah edirsən. Metada bilirsən, auditoriyalar bölməsi bilirsən, Mutlu adı bilirsən, custom auditoriya. onu bilmem. Ay sağ ol. Sən neyirsən? Sən reach reklam verəndə, şu an bu sizə keçəcək, o sizdə dinləyin, amma beyniniz yanmasın da. Sən reach reklamı verdin, düzdür. Yığdın bir dənə posta 150k unique reach, 150 nəfər. Yaxşı, 150 nəfər sənin reklamını gördün. Sən sonra girirsən, custom auditoriyada, verdiyin bütün reklamın nəticəsini auditoriya kimi yaradırsan, həmin 150 bini. Bu hissəsini başa düşmürəm. Custom auditoriya yaradırsan da, Onu yaradıram. 150 nəfərə əsasən yaradım. Aysa, orada seçimlər var axı ki, sənin reklamdan sənə gələnlər, profilini ziyarət edənlər, yaratmamısan onları. Mən məsəl üçün elə auditoriyanı belə yaradım. Yəni ona baxmasan. Yox, sən auditoriya yaradırsan, sən bildiyin core əsas auditoriyanı. Hə, Yox, onu keçəcəksən. onu bilmirəm. Hə, Onu bilmirəm. onu keçəcəm. Yəni 150 min yığandan sonra ona təkrar həmin yığdığın kütləyə təkrar engagement reklamı verirsən ki, onlardan mesaj alıb, çünki əvvəlcə risk göstərmirsən, tanıtım göstərmirsən. Onlardan geri dönüş alsın. Neyse, bunu boş ver. İndi mənim izah etmək istədiyim nədir? Kampanya. Kampanyamızın cəmi bir dənə məqsədi var. Bu ya awareness-dir, ya trafikdir, ya engagementdir, ya lead-dir, ya promotion ya da sales. İndi buradan hansını istəsəniz siz seçə bilərsiniz. Kampanyamız olsun nə? Awareness. Kampanyamız awareness oldu. Bura qədər hər şey okey. Awareness-in içində neçə dənə reklam istiqaməti var? 3 dənə. Nəyi seçmək istəyirəm? Reach-i deyək. Okey. Bunu keçdi. Keçirəm indi ad set bölməsini. 3 bölmə dediyimdə. Hiç nerede verir? Ha? Hiç.
Kim soruştu? Heç nə verəcək? Benim yanında. Tamam. Sakit ver. Heç nə verəcəksin? Heç nə idi? Hiç Dəfə impression'du. Heç nə idi? Heç nə Adam idi? sayı. Hayır sağ ol. Hayır sağ ol. Adam Heç bir dəfə bakımına verəcək. gösterdi sayı. Heç biz onu verəcək ki. Daha çok adam çünkü. Daha çok adam. Heç biz onu verəcək ki. Maksimum insan sahibidir. Maksimum dəfə yox. Maksimum insan sayı da burada sahibidir. Aşağı. Hə. Var kampanya yoldaşlar. Var bundan sonra gəlir. Ad set. Okey. Evet. Ben. Bundan sonra da gəlir nə? Ads. Okey. Yaxşı. Kampanyamızı seçdik əvvəl biz. Kampanyamız dedik nə ola bilər? Bir dənə ola bilər maksimum. Bir dənə kampanyamız. Yeni kampanya yarada bilərsən, onu qarışdırmayın. Yəni kampanyamızın məqsədi bir dənə olmaq. Əvvəlinizi seçdim. Mən əvvəliniz tanıtım reklamı istəyirəm. Buradan nəyi seçirəm bəs? Bayaq dedik. Deyin də nə? Buyurun. Hacıqalılar kimi danışdım bunları. Ama okuyayım. Səlyanlılar. Ersetler yüksek. Hə, və dedim də, burada, bax bizə göstərir, performans goal, maximize reach of ads. Burada başqa şey də seçə bilirəm. Maximize number of impression, orada bizdə 3 dənə var idi axı. Nə var idi? Bir seed impression idi, bir də başqa nəsə belə bir şey var idi. Evet. Orada nə var? Ben de Hə, brand awareness. Elə impressionsa da eyni şey. Okey. İndi mən burada reach seçmişəm də, düzdür. Bəs yaxşı, mənim kampaniyam bir dənədirsə, ad setim, yəni istiqamətim bir neçə dənə ola bilər. veya Niye? bir iki üçünü birden seçelim. Niyə? 2-3-ünü seçə bilərikmi? 2-3-ünü yenidən yenisini əlavə edə bilərik. Yox, seçmək olmaz. Yenisini eləmək olar. Evet. Böyle Devam bak. edelim. İndi göstərirəm. Necə? Maximize number of reach seçdim elə. Mən deyirəm ki, bir kampaniyanın içərisində bir dənə də impression vermək istəyirəm. Hər dəfə yığım doldurmayayım da bütün kampaniyalar ora. Qoy hamısı bir dənə kampaniyanın içərisində olmuş olsun. Nə edirəm? Dublikat eləyirəm. Məsələn, bunu göstərəcəm. Bunu fiziki işləyəcək. Baxın, görürsünüz nə oldu? Bir kampaniyanın içərisində neçə dənə ad set oldu? Üçten. 2 dənə. O birisi şeyə fikir vermir. Bunlar ads'tir. Üçten olabilir. Ads'tir. Maksimum 30 dənə oldu. 50 dənə oldu. Nə Daha gedirsən? beklanlı sayesinde bu o zaman. Bu bilirsən nədir? Bu nə üçün lazımdır deyəcəm. Burada da impression seçirəm, düzdür? Bu mənə nə üçün lazımdır? Bir dənəsindən reach verir, bir dənəsindən impression. Görün mənim üçün hansı daha yaxşı nəticə verir. Kampaniya awareness deyil, engagement. Engagementin içərisində bir dənə WhatsApp mesajı reklamını əlavə edirəm. Bir dənə Instagram direct mesajı əlavə edirəm. Yani bir reklamda bir neçə yöndən Bəli, bir neçə reklam istiqamətindən bir neçə yönə əlavə edə bilərik. vaxt itirmirik də fərqli şeylər inanırıq. Bəli, Bütçesine tamamlanır. Bir büdcə Bir. sıfır. Bir bütçeden yox. O da var. Amma ya ümumi bütün büdcə bir kampaniyaya əlavə edirsən, ya da hər ad setin özünün ayrı-ayrılıqda kampaniya büdcəsi, ad setin özünün ayrı-ayrılıqda büdcəsi olur. Seçməyəndə özü Kampaniya seçməyəndə deyəndə nisbətlə var. Nisbət deyəndə büdcəni hansını ayırsan, onsuz da burada seçim var da. Burada bunu fiziki olaraq keçəcəyik onsuz da. Burada büdcə var. Hanı bu? Bu kampaniyanın içərisində bunu aktiv elədiyim zaman büdcə kampaniyadan gedir. Bağladığım zaman isə avtomatik burada ad setin içərisində olmuş olur büdcə. Yaxşı, bunlar arasında fərq nədən ibarətdir? Birinci məsələ. Buradadsa bütün büdcə hamısını yayılır. Bir kampaniya üzərindən gedir. Yox, əgər ad setlərdə ayrı-ayrıdsa, hər ad set özü ayrı-ayrılıqda kurulur, büdcəsini xərcləyir. Hə, hesabat üçün. Bəli, o həm hesabat üçün də rahatdır, həm də daha çox kütləyə çıxıb analiz edə bilərsən. Biri var, buradan bütün hamısı üçün bölünsün. Bir də var ki, hər ədsin özü ayrı-ayrıqda xərcləsin. Sual. Anlayamazım, bilirsən də. Gəl bir anlayamazım.
Hə. Biz niyə zannedirik? Mən yapmışsam aldım. Hə, yoldaşlar. Bəs yaxşı. Bəs yaxşı. Yaxşı. İstədiyimiz qədər ədsin əlavə edə biliriksə, istədiyimiz qədər də əds əlavə edə bilərikmi? Bu arada əds nədir? Videolardır, şəkillər, postlardır, plandır. Olar. Təbii ki, olar. Olar da yəqin yox olur. Həqiqətən olur. Bu əslində niyə lazımdır? Kim deyə bilər? Bir neçə postu birdən bir Okey, bu tamam. Bəs nə üçün lazımdır? Səbəb niyə mən bunu edirəm? Qarışmaz. bir-birinə Ya bunu yəni görək hansı daha yaxşı, yes. Ən yaxşı nəticə verəni hansı özü. postu. Mən eyni anda 6 post reklama verirəm, 6 fərqli vizual. Fotolara ayrı verirəm, videolara, hə. Ben bir şey diyeyim. Söktüm. Yok. Bir tane bir şey aklıma geldi. Telefonu şu paylaşıyorum. Göster. Müəllim, mən buna demə, awareness-da bir dənə reach yaradıq, bir dənə impression, bir dənə deyək o üçüncüdə, deyək ki, üçüncü. İndi reach'in Instagram'ı, reach'in Facebook'u, reach'in WhatsApp'ı. Bunun Facebook'u, bunun Instagram, bunun WhatsApp'ı, üçüncünün Instagram, Facebook, WhatsApp'ı. Sonra Yok. orada Bak Instagram, WhatsApp yok. burada O yoktu. engagement. Engagement house. Campaign go. Ha. İşte bunda üçündə dirəni, prosta indi üçündə hər birinə ayrı-ayrı post. İndi sadəcə reach'də ayrı-ayrı, misal 5 tür post qoyuruq ki, bir dənə onu, 5 bu, 5 o, 15 dənə biz reklam qoyuruq. O zaman. Yox, bir dənə reklam. Şimdi harika. Aynen, ben gelmez. Ben o santıram. Yok. Şimdi sen 15 reklam koyursansa seni korkutur ki buna pul çaktırmak. Yok, bu yok. Ha. Sistemin ağırlığı, Yok. həcmi. Eksine. Sadəcə futbol. Eksine. A, B, C. C. Ne demektir? A mi daha uğurludur? B mi daha uğurludur? Yoksa C mi? Neticede ne edirəm? Bir həftənin tamamında bu reklam uğursuzdur, bu reklam uğursuzdur, bu üçü uğurludur. Bu üçünü dayandırıram. Bütün bütçe, ədsetdən ayrılan bütün bütçe artık ikisinə və yaxud da üçünə gedir. Nəticə itibarilə mən artıq hansı kreativinin, hansı vizualının, hansı çəkimi, Yəni pulumuz boşuna hansı getdi də. kreativinin, hansı vizualının daha yaxşı işlədiyini Aydın. Bence pratik sən siz daha tez Bana tam aydındır, sən də işi görmək lazımdır. Yo, deyəm məncə də taktik Hə. daha. Bir də orada məbləğləri göstərir, orada hansına Əlbəttə. Qiyməti də görür ki, daha Göstərək onu. başa gəlir. Göstərək onu. Ayrı-ayrılanda ümumi göstərir. Yoba bir dənə indi gələk bura. Məsəl üçün mixed bax bu şey olsun da vizualı çox olan şeyə keçək. Bu Türkiyəyə keçək. Baxın görürsüz. Burada bizim dijitalçı metanı anlatmaq üçün belə bir variant işləyib. Götürüb 3 dənə eyni reklamı 3 dənə ads kimi verib. Yoxlayır. Görsən hər biri fərqli büdcə xərci. Və burada görürsən məsəl üçün bu 4.69-a başa gəlib bir mesaj. Bu o deməkdir ki, məsəl üçün mən bunu söndürsəm, ha? Hə, onu deyim. Hə, anladım. Algoritma alınır. Necə edir? Bir dənə şəkil gördüm. Görək eyni də satacaq. Hə, gör hansı daha yaxşı. Hə, eyni Amma vizual. ucuz qiymətə düşəni götürür. Ən ucuz qiymətə düşəni və yaxud da ən yaxşı nəticə verəni, ortalaması, məsəl üçün burada statistikaya baxırsan, hər, məsəl üçün ədsin, baxın əds bölməsindəyəm. Hər ədsin özünün statistikası var da. Bu statistikanın hamısını burada görə Yaxşı, bilirim. o dərək deyirəm, tutmayan reklam. Hə, Tutmayan reklamı 5 dənə elə qoyub, sağ olsun deyirəm. Yoxlama olar ki, test. Yox, try elə, yoxla ki. amma hər halda yenə tutmaya bilər də. Yenə tutmaya. Ola bilər. Amma tutmayacaq deyə bir şey yoxdur. İndi baxırsan da paylaşırsan. Sual verir. Burada da sual var.
Ben bu üç tane olanı başa düşmem. Hansı üç dənə? Bu dediği aldatma. Ama heç nə o bizim reklamçı özü üçün qoyubdu. Götürüb bir dənə video çəkmişik. Bir dənə videonu ads hissəsinə, üçünə də yenisini qoyub. Bu reklamı algoritm olaraq anladır ki, o görüb 3 dənə eyni videodan hansı daha yaxşı işləyəcək. Yəni dost eləcə aldatmaq üçün qoyub. Baxırsan ki, həqiqətən də işləyir. Okey. Sual. İndi bizdə nə oldu yoldaşlar? Kim bunu izah edir mənə? Abi izah edir. Durma. Hə, gözlüyüm. Bir kampaniyada bir reklam seçilir. Okey. Necə izah edir? Kampanya nədir? İzah edir. Reklam kampaniyası. Yəni biz hansı növdə reklam vermək Okey. istəyirik? Əsas məqsəd. Məqsədiniz Hı. daha çox mesaj mı, yoxsa Yes. sayma, yoxsa Yes. tanıtma, görünürlük mü? Əvvəlcə onu seçirik. Okey. Sağ ol. Ədseti sən izah edir. Bu hissəni. Əksette de yani biz bir neçəsini seçə bilirik. Aha, nəyin bir neçəsini? Müştəri Reklam istiqamətdə. Aysa. Bəli. baxış sayı. Bəli. Yəni bir neçəsini seçə bilirik. Evet. Bu məsəl üçün campaign awareness-də 3 dənədirsə, engagement-də 5 dənədir. Demirəm 5-ini istifadə edirəm. Orada bir dənə reklamlar, məsəl üçün mesaj reklamı, həm Messenger-də, həm Instagram direktdə, həm WhatsApp. Üçünü ayrı-ayrı yoxlaya bilərsin. Hə, sonra o bura qədər okeydir, sən dayan. Emilya. Ads bölməsində sən izah edin. Orada 5 tane reklam olabilir. Hə, reklamı çox qoymağın bizə nə kimi xeyri var? Ən az 1 milyar qoyuyor. Bir tane koyun. Okey. Tutaq ki 6 dənə reklam verdin. Fokusuz burada olsun. Tutaq ki 6 dənə reklam verdin. 6 dənəsinin 6-sı da yaxşı işləmədi. Ne işləmədi? Nə edəcəksən? Mağazada alıb gedəcək. Görməyin yəsən. Ha? Dayandıra bilərsən. O bir variant. Başqa nə edə bilərsən? 6 dənə yeni təzədən reklam yarada bilərsən. Məsələn, Monster taxtı bir büdcəmin günlüyü idi. Sən o stolun var. Mənə deyil. Kuzu da əzdin orada. Bir ayağını birazdan amputasiya yapacaq. Özün də klinika düşəndə. Bu burası. Tutaq ki 10 günə reklam verirsən, 5-ci günə nəticə olub dayandırırsan. Növbəti 5 gün qalan üzərinə 6 dənə təzə reklam verə bilərsən. Onda nəticəsini ölçə bilərsən. Məsələn, onda da nəticə verməsən nə edirsən? Hətta bir işin içində olmasın. Yadda saxlayıram reklamı. Sevəndən reklam. Sebileyim nasıl yaxşı. Ya da hamısı pislik və analiz edilir ki, bax, Hamısı pis olsan ne olar? 6 dənə reklamın hamısı heç bir nəticə vermir. Baxaq görək harada səhv eləmiş. Dayanmaq variantı, onu edə bilərsən. Əlavə olaraq, yenisini yarat. Yeni Targeti dəyiş. demək ya hook yoxdur, ya üstünə yazı yoxdur, ya şəkil Çox Yes, çox səbəb var, çox səbəb var. Məzmunda, kontentdə problem. Okey. Nətərsizi? Burada sorunlar var. Bəli, ümumiyyətlə bu sahəyə aid məsəl bir kitab məsləhət eləyə bilərsiniz, çox bilməliyim. Yox. Dünyada marketing sahəsinə aid olan kitablar hamısı pafosdan ibarət. Mütaliə eləmək istəyirsənsə, get bədii ədəbiyyat oxu. Şəxsi inkişafla bağlı olan kitabların hamısı insana qaz verməkdən başqa bir şey deyil. Bir vaxtlar dayanmadan aya bir kitab falan oxuyurdum. O özüm o qədər... İki şəxsi inkişafa sözlükdə deyir ki, inanmayın o inkişaf kitablarına, bizə inanın, bizim kitaba inanın, biz əksini bilin. Şeylərdən baş salmayın. Yəni sən o qazla işləyirsən, bir həftəni tamamında bir də görsən ki, nəticə yoxdur. Elə bir depressiyaya girirsən, elə bir ağır depressiyaya girirsən. Bir də kənardan sənə qaz verirlər, belə işləyəsən, elə işləyəsən.
İnsanda iki cür motivasiya var. Daxili motivasiya, xarici motivasiya. Xarici motivasiya daha çox maddiyyata bağlıdır. Qoyulan hədəflərə çatırsan, əlavə ekstra pul qazanırsan maaşına əlavə. Daxili motivasiya isə mənəvi tərəflərdir. Dostlarınla birgə vaxt keçirmək filan, bunlar daxili motivasiyadır. İşdə daxili motivasiya deyilən şey yoxdur. Rasional qərar verən hər kəs, heç kim bu günləri mənə kənardan hər hansısa bir yaxşı məbləğdə bir iş təklifi gəldiyi təqdirdə mən etikadan kənara çıxmamaq şərti ilə sözsüz ki, biolojiyadan çıxaram. Bizdə Çünki de, rahat ol. biz idarəsini dərslik, universitetdə orada bizə deyirlər ki, yəni biznes qurmaq falan da, yəni idarə etmə dərsi. Orada bizə deyirlər ki, işçini motivasiya edən tək puldur, Belədir. maaşdır. Burada bir komanda hardır. Ya, o qədər də rol oynamır. Yəni bizdə elə nəzəri baxımdan elə deyilir ki, yəni siz işçinin motivasiya edən tək şey puldur. Yəni biz Kamil'i birlik işlədik. Ən yaxşı şeydir. Aşağı. Sahipcan danışır. Bir- Kamil'i birlik işlədik, elə getirdik. Bir butulka araqla все həll eləyib edək. Sənin ondan rəhbər edəcəm. Kamil narahat olma. Eləyəsən. Kamil Yox, eləyəcəksən. Şurada onu niyə yalan? ki, yox, siz yəni Kamil başını işlətmək istəmir. Kamil özünü onu vecdanında, yəni belə. Deyir onsa Hüseyin deyir də. Yox, özünə inanmır falan deyil. Cəhd eləmir. Var Ağdamlı başı üstə deyirəm. Ağdamlıdır. İlk gün gələndə müştərinin yoluna çıxan bildiğin sabdır. Amma şeydir. Nəysə belə. Başa düşdünüz? Reklamın əsas məqsədləri nədir? Hə, daxili motivasiya, onu deyirəm. Bu günləri məni biolojiya bağlayan maaşdan əlavə tək bir səbəb var. Bizim orada 3 dənə rəhbər var. Bir sahibkardır, sahibkarın yoldaşıdır və oğludur. Sahibkarın özü şəxsiyyətsiz adamdır. Məsəl üçün çox bəsdir desəm, bizə məsəl üçün subay gələn qızlara padxod edir öz aləmində, yaşlı başlı kişidir. Onunla bağlı dəfələrlə gəlib döyüblər onu. Oğlu və anası ilə, məsələn, anası ilə çox yaxşı, yəni yoldaşı ilə çox yaxşı münasibətim var. O məsəl üçün mühafizəkardır, bizim şöbəni daima qoruyur. Çünki o görür bizlə eyni mərtəbədə deyə bizim şöbə nətər işləyir. Bir də oğlu bizlə məsəl üçün münasibəti yaxşıdır, o da yaxşı idarə etmə qabiliyyətinə malikdir. Amma sadəcə indiki halda o müəyyən səbəblər olur da, mənəvi tərəflərlə bağlı sənə dəstək olurdu, kimsə yarı yolda qoyub getmişdir. Amma istənilən halda da hər zaman daim axtarışda olunurlar. İş mühitində xoşbəxtlik axtarmaq lazım deyil. Sən kommersiya məqsədi ilə işləyirsən, pul qazanmalısan, sahibkar da öz qazandığı puldan sənə müəyyən qədər bir vəsait ayırıb verir. Onun faiz nisbəti ya 10-dur, ya 30-dur, fərqi yoxdur. Sən sadəcə işçisən, sən ailədən deyilsən, sən oradakı ailə faktorundan istənilən halda bir köynək aşağıdasan, fərqi yoxdur. Nə olur olsun fikir verməli olduğun şeylərin hər biri bunlardır. Yaxşımı? Okey. Motivasiya tərəfində sıkıntımız daxiliyyət olmalı. Daxili motivasiya nədir? Mən sənə izah edeyim. Mənim məsəl üçün bugün dostlarımla keçirdiyim zaman mənim üçün daxil. İş mühitinə daxili motivasiya gələndə iş mühitindəki daxili motivasiya nədir? Grading sistemi, yüksəliş, yəni vəzifə olaraq yüksəliş, indi bunun xarici motivasiyası maddidir. Sonra yaxşı, mehriban müəyyən bir komandanın olmağı, şəxslər. Mən məsəl üçün SAT qrupdan çıxmışam. SAT qrupdan, təlim şirkətindən. Yəni oradakı mənim mühitim yəni əvəz olunmaz bir şeydir də. Bu işi Yəni gördünüz orada. hə, orada da marketinq fəaliyyəti ilə məşğul idim. Hə, yəni ki belə. Başqa heç nə. Suallarınızı hazırlayın. Şey deyirəm, gəlirəm mən indi. Bircə saniyə, bir dənə əlimi yuyum. Yəni hələ ki pauza verim.